Avropa strukturlarının rəhbərləri hələlik Gürcüstanın baş naziri İrakli Qobaxidzenin açıq məktubuna cavab verməyiblər. Hakimiyyətin oponentləri məktubu qeyri-ciddi adlandırır və strateji tərəfdaşlarla münasibətlərin açıq məktub vasitəsilə aparılmasını problem hesab edirlər. Gürcü arzusunun üzvləri isə Qobaxidzenin məktubunda səsləndirdiyi mesajları tam bölüşür və Avropa İttifaqının Gürcüstana münasibətdə ikili standartlar nümayiş etdirdiyini bildirirlər. Məktub Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə, Avropa Şurasının prezidenti Antonio Coştaya və Avropa Parlamentinin prezidenti Roberto Metsola'ya ünvanlanıb. Baş nazir xüsusilə Kopenhagendə baş verən hadisələrlə münasibətlə maraqlanır. Onun sözlərinə görə dinc aksiya iştirakçılarına qarşı əvvəlcə dəyənəklərdən, daha sonra isə itlərdən istifadə olunub. Daxili İşlər Nazirliyində yeni xüsusi idarənin yaradılması qərarı ilə bağlı qiymətləndirmələr davam edir. Hakim komanda təşəbbüsü vacib hesab edir və bildirir ki, müxtəlif qruplar cəmiyyəti parçalamaq üçün məqsədli şəkildə nifrət dilindən istifadə edirlər. Müxalifət isə nifrət ritorikasında Gürcü arzusunu itham edir. Daxili İşlər Nazirliyində yaradılan yeni xüsusi idarə ictimai məkanda nifrət dili təhqir edici kampanyalar və aqressiv kommunikasiya hallarını monitorinq edəcək və müvafiq tədbirlər görəcək. J.D. Vance Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, Polşada hərbi qüvvələrin yerləşdirilməsində dəyişiklik azalma deyil, sadəcə rotasiya çərçivəsində adi gecikmədir. Jurnalistin Vaşinqtonun güya Putini mükafatlandırıb müttəfiqlərini cəzalandırması ilə bağlı sualına cavab olaraq Vance bu fikri rədd edib. O qeyd edib ki, ABŞ-ın xarici siyasəti nə Putini mükafatlandırmağa, nə də Polşanı cəzalandırmağa yönəlib. Vance'in sözlərinə görə ABŞ dünyanın polisi ola bilməz və Amerika resurslarının yenidən bölüşdürülməsi ilk növbədə ölkənin öz təhlükəsizliyinə xidmət edir. ABŞ prezidenti Donald Trump'ın sözlərinə görə İranla müharibə çox tez başa çatacaq. Trump bildirib ki, İranlılar razılaşma əldə etmək istəyirlər və artıq bu vəziyyətdən yorulublar. Onun sözlərinə görə iki tərəf arasında razılaşma hələ 47 il əvvəl əldə olunmalı idi. Neft qiymətlərinə toxunan Trump qeyd edib ki, tərəflər razılığa gələn kimi neftin qiyməti sürətlə aşağı düşəcək. Pekində Çin və Rusiya prezidentlərinin görüşü başa çatıb. Liderlər 20-dən çox sənəd imzalayıblar. Sənədlər arasında hər tərəfli tərəfdaşlığın və strateji əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılaşmalar da var. Görüş zamanı tərəflər regional və beynəlxalq məsələləri müzakirə ediblər. Görüşdən əvvəl Vladimir Putin Xi Jinpingə bildirib ki, onu gələn il Rusiyada gözləyir və Pekinlə Moskva arasındakı münasibətlərin qlobal sabitliyə töhfə verdiyini vurğulayıb. Çin lideri isə qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin bu səviyyəyə çatmasının əsas səbəbi qarşılıqlı siyasi etimad və strateji əməkdaşlığın dərinləşdirilməsidir. Tbilisi meriyası artıq bir neçə ildir ki, süd vəzi xərçənginin müalicəsində istifadə olunan dərmanların maliyyələşdirilməsi proqramını həyata keçirir. Bugün Tbilisi meri proqramın nəticələrindən danışaraq onun effektivliyinin kifayət qədər yüksək olduğunu bildirib. Proqram çərçivəsində bahalı dərman preparatları bütün benefisiarlara tam, yəni 100% maliyyələşdirilir. Tbilisi meriyası bir xəstənin tam müalicə kursu üçün minimum 24.750, maksimum isə 70.110 lari ayırır. Bu il proqramın büdcəsi təxminən 7 milyon 300 min lari təşkil edir. Bugün məktəblərdə məzun sinif şagirdləri üçün son zəng çalınacaq. 12-ci sinif şagirdləri ənənəyə uyğun olaraq məktəblərə ağ köynəklərlə gəlirlər və sinif yoldaşları ilə müəllimlər həmin köynəklərin üzərinə arzularını və xatirə sözlərini yazırlar. Təhsil naziri də məzunları məktəb bitirmələri münasibəti ilə təbrik edib. Nazir Tbilisinin 1-ci eksperimental məktəbinə baş çəkərək şagirdlərə uğurlar arzulayıb. Bu il Gürcüstanda 42.738 şagird məktəbi başa vurur. Saysız hesabsız rənglərimiz var adlı tədbir Rustaveli teatrında Dünya Mədəni Müxtəliflik gününə həsr olunaraq keçirilib. Tədbirdə həm Gürcü, həm də müxtəlif xalqların folklor ənənələrindən ilhamlanan musiqi əsərləri, vokal və xoreografik kompozisiyalar təqdim olunub. Tamaşaçılar Gürcü və Azərbaycan tamaşalarından parçalar izləyiblər. Dünya Mədəni Müxtəliflik günü mədəniyyətlər arası dialoqun inkişafını, müxtəlifliyin tanınması və mədəni irsin qorunmasını təşviq edir.
ABŞ-ın keçmiş dövlət katibi Antony Blinken Amerika Tərəqqi Mərkəzinin konfransında çıxış edərək Çinlə təkbətək qarşı durmanın təhlükələrindən danışıb. Onun sözlərinə görə ABŞ Çinlə tək başına mübarizə apararsa, bu uduzulacaq bir oyuna çevrilə bilər. Blinken bildirib ki, Donald Trump hazırda bir çox məsələdə ölkə daxilində kifayət qədər dəstəyə malik deyil və ABŞ beynəlxalq arenada da zəif mövqeyədədir. O, misal kimi 130 ölkədə keçirilmiş sorğunu göstərib. Sorğunun nəticələrinə görə Çin ABŞ-dan daha etibarlı tərəfdaş kimi qiymətləndirilir. Xüsusilə Almaniyada əhalinin 70% Amerikanı rəqib kimi görür. Blinkenin fikrincə bu tendensiya Qərbin Çinlə bağlı çağırışlara qarşı vahid mövqe formalaşdırmaq imkanlarını zəiflədir.